Herkese salam. Bugünkü videoda biz şagird necə əlavə edilir buna baxacağıq. Bunun üçün biz şagirdlər tabına keçid edirik. Burada plus ikonuna klik edirik, şagird əlavə et ikonuna. Şagird məlumatları üçün bizi forum qarşılayır. Burada biz istəsək şagirdin ad, soyad və telefon nömrəsini burada kontakt ikonuna klik edərək birbaşa kontaktdan götürə bilərik və yaxud da əl ilə əlavə edə bilərik. Yazaq Nazim Əsgərov. Sinif qeyd edək. Şərti bir telefon nömrəsi qeyd edək burada. Qeydlər, biz istəsək şagird haqqında hər hansı bir məlumatı bura əlavə edə bilərik. Bildirişlər hissəsi isə burada daha çox şagird üçün dərs tamamlananda, dərs ləğv olunanda və yaxud da yeni dərs yarananda valideynə göndərilməsi üçün nəzərdə tutulubdur. Əgər biz burada bildirişi aktiv saxlasaq, bu zaman valideynə məlumat gedəcək WhatsApp vasitəsilə. Yox, əgər burada bildiriş bağlansa, onda valideynə heç bir bildiriş, məlumat getməyəcək. Biz bunu default olaraq açıq saxlayırıq. Valideyn məlumatları yenə eyni. Burada kontakt ikonuna klik edərək birbaşa kontaktdan götürə bilərik və yaxud da əlimizlə daxil edə bilərik. Həsən Əsgərov. Valideyn telefonu. Burada valideyn telefonu yazanda diqqət edək ki, əgər biz bildiriş göndərmək istəyiriksə, WhatsApp aktiv olan bir nömrə daxil edək bura. Daha sonra fənlər hissəsində fənnimizin adını qeyd edirik. Riyaziyyat və aylıq məbləğini. Əgər biz bu şagird üçün birdən çox fən tədris ediriksə, burada yenidən fən əlavə etə klik edib ikinci fəni daxil edə bilərik. Məsələn, fizika və aylıq məbləği də bura daxil edək. Daha sonra şagird əlavə etə klik edirik və şagirdin əlavə edilməsini gözləyirik. Gördüyünüz kimi yeni şagirdimiz bura əlavə olundu və biz burada 2 dənə fən qeyd etdiyimiz üçün riyaziyyat və fizikada burada öz əksini tapır. Burada biz şagird detalına daxil olduqda bütün əlavə etdiyimiz məlumatların burada olduğunu görürük. Bu videoluq bu qədər. Növbəti videoda görüşənədək.